məsələn, İTV-nin özünü götürək. Maraqlı, ağıllı verilişləri var. Reyting listinə baxırıq. Çox təəssüf olsun ki, çox maraqlı, ağıllı bir veriliş olduğu halda onun reytingi çox aşağıdır. Deməli, hər bir halda tamaşaçı ağıllı nəyəsə baxmaq istəmir. Hərçənd ki, tamaşaçı hər dəfə deyir ki, bu nə deyə göstərirsiniz? Deyirsən, okey, yaxşı, mən pis göstərirəm. Mənim verilişim pisdir, razıyam. Pisdir. Qonşu kanalda çox ağıllı veriliş gedir. Reyting listinə baxırsan, ona niyə baxmırsan, mənə deyirsən ki, bu nədir göstərirsən? Bəs mən sənə nə göstərim? Həm baxırsan, həm irad edirsən. Hə. Mən verilişə ümumiyyətlə baxmıram. Hansını danışdırırsan eyni şey deyir. Kimdən soruşsan eyni şey deyir. Düzdür, bu artıq çeynənmiş bir söhbətdir. Amma eyni zamanda deyir ki, nəyə baxmayı? Bax, bu potensial tamaşaçı ilə sən nədən danışa bilərsən? Heç nədən. O artıq özünün səviyyəsini göstərdi. Mən demirəm ki, aşağıdır səviyyəsi, xeyr. Amma məhz həmin şəxs artıq özünü biruzə verdi ki, bu adam nədir? Kimdir də demirəm. Mən əzəldən demişdim ki, sərt və kobud ola bilərəm ki, özümə uyğun olaraq. Və o nöqteyi nəzərdən mən belə tamaşaçı üçün çox gözəl verilişin, ağıllı verilişin, ona nəyəsə öyrədə biləcək bir verilişin edilməsinin tərəfdarı deyirəm. Tamaşaçı ona layiq olmalıdır.